İlsində bilən dilənçini ilk dəfədir mən burada görmüşdüm. Bambuk supuyla qurbağaya qədər Sən xoşlayırsan, marağı yeyirsən. Yox, marağa yeyirəm. Mən insan bambuku Biz niyə... narahat olurduq. Bir insan yəni bambuku niyə yesin ki? Mən panda deyiləm ki. ki, sıfırdan həyata başlamaq heç də asan bir şey deyil. Heç kəs qırmızı xalça ilə gözləmir ki. Gələn, hazırlaşan, fərqi yoxdur. Slovakiya, Polşa və digər ölkələrə gəlmək istəyən Azərbaycanlılar çox vacibdir ki, bir ixtisas öyrənib gəlsinlər. Belə subaylar üçün uyğun variant kimisə tapıb evlənmək. Hansı bölgədən olduğunu bir ləhcə ilə, bir sözlə ifadə elə. Like etməyim dən tez zəhmət olmasın. Deməli bizim hər bölgəmiz yəni bizə azizdir. Elə bil ki, nə tarix? Salam, Let's Go Semur YouTube kanalının izləyiciləri. Bugün düşündüm Bratislavada buradakı Azərbaycanla bağlı daha bir belə deyək, müsahibə bir çəkiş edim. Bugün çəkişimdə Azərbaycanlı belə deyək, cütlüyün, yəni Azərbaycanlı ailənin necə Slovakiya gəlməkləri, buradakı çətinlikləri və belə deyək də bura gəlmək istəyən Azərbaycanlılar üçün belə də bir növ stimul ola bilər və onların dilindən daha çox reallığı dinləyəcəksiniz. Görüşü avion çox ticarət mərkəzinə planlamışıq və burada da belə də bir neçə ticarət mərkəzi var. Avion shop onlardan yəni biridir. Hava belə də oktyabr ayı olmağına baxmayaraq artıq ucu soyuqdur burada da. Və gedək belə deyək də real Azərbaycanlı ailənin belə deyək də Slovakiya ilk gəlişləri və buradakı hansı çətinliklərlə üzləşiblər, iş həyatı, kirayə, YouTube-da və TikTok-da məndən ən çox soruşulan mövzulardan biri oydu ki, Azərbaycanlı ailənin bura gəlməyi və sonradan belə də ailə birləşməsi. Bildiyim qədərilə bunlarda belə deyək, bir danışığımız, yəni müsahibəmiz olubdur. Yəni kamera deyil, yəni telefon danışığından. Bunlar ailə birləşməsi deyil, bunlarda belə işçi vizası ilə gəliblər. Daha sonra isə burada belə deyək, artıq belə də hər hansı ailəli bildiyim görə vergi ödəyici sayılır iş yeri olduğuna görə. Sağ, Hüseyin bəy və həyat olmaq. Bakır, salam ki, işlədir, salam xanım. İndi isə Hüseyin bəy, hara gedirik oturmağa? Burada yuxarıda yer var, İranda yer var. Pulsuz yerlərdən faydalanmaq. Azərbaycan variantı. Bir də diqqətimi nə çəkdi? Hüseyin bəy xanımlar gül alıbdı. Belə deyək də Avropada romantika əla Hüseyin bəy. Yəni Nadir hallarda tapılır belə bir şey, hər an olmur. Faydalanmaq lazımdır bundan da. Əslində indi inşallah avion noyabr ayında səhv eləmirəmsə daha maraqlı olacaq. Hər yan çox qəşəng bəzənəcək, işıqlı falan. Əsl yeni abu havası. İçəri insan yenib olacaq kimi sevinmək istəyir ki, yeni aha gəlir. Burada yeni ilə bağlı bu da mən bildim, ən də keçən bir şey şahid oldum. Burada tez bəzənir. Həm də tez bəzənir. Abu hava daha çox hiss olunur. Çox. Bratislavada Azərbaycanlı bir ailənin belə də çəkişini edirik. Hüseyin bəy və Həyat xanım Bratislavada avion shopdayıq. Düşünürəm ki, bu müsahibəmiz, səmimi söhbətimiz belə deyək, bir çox Azərbaycanlı ailənin və bura gəlmək istəyən bir ailələrin belə deyək, hansısa suallarına cavab olacaqdır, onlara stimul olacaqdır və nələri yanlış edə bilərlər və hansı şeylərdən bunlar udza bilərsiniz, hansı səhvləri etməmək lazımdır. Onlardan sizə danışacaq və mən Həyat xanıma salamlayıram. Təşəkkür edirəm dəvətimi qəbul etdiniz. Təşəkkür edirəm. Və Hüseyin bəy sizə salamlayıram. Təşəkkür edirəm dəvətimizi qəbul etdiyiniz üçün. Hər kəsə salam. Mikrofonu sizdən, hə.
Hər kəs salamlayıram. Ümid edirəm ki, video maraqlı olacaq. Və İzləməyə davam faydalanacaqsınız. edin. Bəli, faydalanacaq və kanalı bəyənməyi, takib etməyi də unutmayın. Bizi izləyənlər adətən belə deyək, sosial şəbəkələrdə hamısını izləyirlər və sual verirlər. Bunlardan ən çox sözü TikTokdur. YouTube-da da kommentariya yazan olur. Sözün haqqı azdır, amma düşünürəm ki, daha çox kommentariya gələr, şərh gələr. TikTokda da Hüseyn bəy və Həyat xanımın özü də TikTokda müəyyən maraqlı videolar çəkirlər və bu səhifədə adda qeyd olunacaqdır. Zəhmət olmasa Həyat xanımı və Hüseyn bəyə takib atarsınız və izləyirsiniz. Çox gözəl bir videolar çəkirlər. Həqiqətən maraqlı, gülməli, belə deyək də izləmək olar. Və ən əsası indi isə başlayırıq əsas suallarımıza. Suallarımız ola bilsin, biraz sıxıcı ola bilər, amma zamanla burada o suallar sizi hansısa nələrinsə cavabını tapmaqda kömək edəcəkdir. Və biz başlayırıq. Başlayaq Hüseyn bəy, Həyat xanım. Getdik. Vətənə, millətə xeyirli olsun. Xeyirli olsun. Bratislavada sual-cavab başlayırıq. Bratislavadan Azərbaycan. Vəbşid oynamıram. Yox, Əlcək, mən belə xatirə oynamıram. dəfnə, xatirə videoları olacaq. Hüseynə bax. Mən niyə vəbşi deyə bunları mən razılıq verdim. Vəbşid, mən belə oynamıram. Dur, mən gələm. Həyat xanım, Hüseyn bəy, indi isə mən sizə suallar verəcəm. Bu suallar da demək, Facebookda, TikTokda, belə deyək, ən çox soruşulan suallardan belə deyək də bir neçəsidir. Sözsüz suallar yenilənir və mən çalışdığım qədər belə deyək də son olan sualları verəcəm. Yəni ən çox vacib. Aktiv olanları. Ən çox verilən suallar, belə deyək də. Ən çox verilən suallar, belə deyək də, bu suallar da kiməsə inşallah yəni faydalı olacaq. Nələrsə cavab tapacaqdır. Birinci hissə, Slovakiya nə vaxt və necə gəldiniz? İstəyirsiniz Həyat xanımdan başlayaq, siz Hüseyn bəydən Bu başlayaq. suala Hüseynin özü cavabı daha maraqlı olar. Bizim bu keşməkeşli yollara salam Hüseyn müəllimin özüdür. Deməli biz gəlmişik Slovakiyaya 2023-ün əvvəlləri idi, aprel ayları idi. Oradan da ki, Allah bu tərəfə həyatla davam edir. Hansısa Arada sırada geri qayıdırıq. Agentura falan vasitəsilə gəlmişik bu iş dəvəti ilə bir çox adama, amma belə açıq deyək də qanuni yolla gəlmişik. Bir çox məsələn insan düşünür ki, Avropaya qaçaq yolla gedənlər var, amma heç də yaxşı yollar olmadığı üçün qanuni yolla gəlmişik ki, belə deyək, üzümüz ağdır bu gün. Özü də ailə üçün daha da Sərfəli. qaçaq yolu daha heç, yəni biz belə deyək burada Qaçaq və ya qaçqınçılıq yolları ilə yox, ən yaxşısı iş və qanuni iş, tələbə, işçi və yaxud da turist Bəli. və yaxud da belə deyək də ailə birləşməsi belə. ailə birləşməsi bir də keçən müsahibəmizdə də oldu. Bildiyimə görə belə deyək də, o jurnalist elə də sahibkar kimi də belə gəlmək olur. Kiçik sahibkar və Bir yaxud də böyük ən sahibkar. belə subaylar üçün uyğun variant kimisə tapıb evlənmək. O burada ən birinci variant kimi onu götürəcəklər. Əslində ən sonuncu variantdır, çünki heç kəs qırmızı xalça ilə gözləmir kimisə. Bəli, o düzdür. Hər yerdə var. İlk günlərdə nələr sizi ən çox təəccübləndirdi? İlk Bəlkə gündən Həyat xanım başlayaq bu səfər. həyat almadacaq. İlk günlərdə əsas təəccübləndirən avtobus sistemi, yəni nəqliyyat sistemi daha çox təəccübləndirdi. Çünki dəqiqə ilə gözləmək və kart bu əslində bizim alışqan olmadığımız şeylər idi. İkinci zibil. Yəni bildiyin zibil. Burada biz yəni alışmamışıq da tullantılar ki, qutuları, kardonları ayrı atacağıq, kağızdan bu formada ayıracağıq. Bunlar sizi təəccübləndirdi. Bəli, üçüncü market sistemi, yəni burada işi bir planlı qurmalısan. Bayram günləri işləmir və ya normal günlərdə 9-dan sonra marketlər işləmir, bəzi marketlər ondan sonra işləmir və gecə işləyən marketlər villanın bəzi filialları və Veçerka kimi marketlərdir. Onlar da bahalı marketlər olduğuna görə yəni planları əvvəldən qurmaq lazımdır. Yəni Bu təəccübləndirənlərdən daha birisi ən maraqlısı. Biz hər yerdən pul qazanmağı sevdiyimiz üçün aldığımız sular olsun, mayələr olsun, düzdür onun pulunu alarkən ödəyirik, amma həmən vaxt insan gözünə görmür. O butulkaları yığırsan,
Sonra aparsın o aparatları Burada müəyyən 15 yerlərə. sentdən də 15 bildirəm. sentdən. Almaniyada biraz yüksəkdir, amma indi biz hal-hazırda Slovakiyada yaşayıb oradan danışdığımız üçün Bəli. 15 sentdən götürürlər, fərq yoxdur, böyük balaca. Onu versin, oradan sənə 5 evro, 10 evro gələndə onun sevinci, bəlkə də heç maaşda almırsan o sevinci, o qədər gəlir. Digər bir şey, burada məsələn el arasında dediyimiz bomujlar, o evsizlərin sərbəst şəkildə qalmaqları, avtobusdan istifadə eləməkləri. Hətta biz ilk gəldiyimiz gecəni bunların avtobus stansiyasında biz bir dilənçi gəlmişdi. Hüseynin saqqalı görmüşdük. O qədər pul istədi, alınmadı. Hüseynin saqqalı görəndə sən Allaha inanırsan, özü ingiliscə, ingilis dilində bilən dilənçini ilk dəfədir mən burada görmüşdüm. Ben buna bir dənə əlavə eləyim. Mən yəni həqiqətən burada gördüyüm dilənçilərə şok olmuşam. Burada dilənçilər ingilis dilini bilirlər, bir də daha çox alman dilini dəhşət yaxşı danışırlar dilənçilər. Çox maraqlıdır. Bir şey əlavə edim ki, nəyə görə ola bilər? Çünki bunların gəlir mənbəyi əsasən turistlər olduğuna üçün alman dilli və ingilis dili onlardan daha asan pul almaqdır. Əziyyət çəkib ingilis dilini öyrəniblər. Yəni Yox, mən əslində bunu qaraçı bir iş yoldaşımdan soruşmuşdum. Dilənçilər ən çox çıxanlardan soruşmuşdum. O beləcə bunların belə də yerli vətəndaş qaraçılar gedir. Yəni burada Avropada da var. Slovakiyanın öz vətəndaşları var, qaraçılar. qaraçılar var. Yəni onların heç də hamısı dilənmir, onda biri dilənir. Yəni normalda işləyirlər. Mən bunu iş yoldaşımdan soruşanda ki, necə olur? Mənim bir iş yoldaşım var idi. Məsələn bu Alman, İtalyan, İspan, bir də Rumun dillərini bilirdi. İngilis dilini bilmirdim. Ondan soruşmuşdum ki, yəni bu necə olur da? Bu qədər dil bilirsən. Yəni bir qaraçı üçün, yəni qaraçını aşağılamaq məqsədi ilə deyil də. Yəni bir dil, iki dil, yəni bir neçə dillər Bir bilirsiniz. neçə dillər bilirsiniz. Yəni yerli əhalilərdən, normal inkişaf eləmişlərdən, insanlardan daha çox dil bilirsiniz də. Onlar da cavab vermişdi ki, əslində bunun səbəbi odur ki, bizim qohumlarımız, əqrabalarımız var İspaniyada, İtaliyada, Fransada. Biz hamısında gedib yaşayırıq. Hər yaşadıqsan da məcburiyyətdən dil öyrənirək ona görə. Həyat xanım, bu sualı belə də sizə baxaraq deyirəm. Hüseyn bəy danışdı. Düşünürəm ki, siz Maşallah danışmayın. yetərli danışır. Əvvəldən deyirdi danışa bilməyəcəm, amma maşallah yəni danışır. Üçüncü sualımız olacaq ki, Slovakiyanı seçməyinizin xüsusi bir səbəbi var idi, yoxsa sadəcə bir fürsət idi, buranı seçdiniz? Tam səmimi, rahat ortam olduğu üçün deyəcəm. İlk başlarda Slovakiya deyildi qətiyyən, Polşa idi. Sadəcə sonradan müəyyən bir səbəblərdən, bilmirəm, səbəb mi deyim, bəhanə mi deyim, hər nəsə dedilər ki, Polşa alınmır, Slovakiyaya yönləndirə bilərik. Biz də, belə deyək də, əsas Avropa olsun adı idi. Əsas Avropa olsun adı ilə razılaşdıq, gəldik. Bir çox çətinliklərlə gəlsək də, hər nə olsa da, fakt bugünkü gündə, yəni peşmançılıq yoxdur. Çətinlik hər yerdə var, hər yerdə var. Və bunu açıq-aydın danışaq ki, sıfırdan həyata başlamaq heç də asan bir şey deyil. Heç bir dil bilmədən, heç bir qohumun olmadan, heç bir əşyan olmadan. Hətta Azərbaycanlılar da burada bir-birini çox adam tanımırdı və bu qədər Azərbaycan Bir şey əlavə edeyim, sıfırdan deyirik, bəzən insanlar, yəni bizim özümüz daxil, insanlar borc götürür, gəlir. Bu hətta sıfır yox, mən deyərdim ki, bu mənfidən qalxmaq. Bəli, bəli. Mənfi o peylər var, o bagaj maşınları parkovka edirlər, o yerlərdə bəlkə də. Yəni nəticə olaraq yox, yəni gəlmək səbəbi bu idi. Slovakiya olmadan Slovakiyaya gəlmişik. Amma yəni hal-hazırda Peşmançılıq yoxdur. Peşmançılıq yoxdur. Yəni ən azından 3 ildir buradayıq. Razısınız. 3-cü ildir. Bəli. İlk aylar necə keçdi? Slovakiya belə də gəldiniz təzə ərəfələrdə. İlk aylar necə keçdi? Adaptasiya prosesi çətin oldumu? Deyirsən, deyim. Sən başlaya bilərsən. Yəqin ki, bunu bir çox Azərbaycanlılar təsdiqləyər ki, ilk başlarda nəinki çətin, hətta deyərdim çox çətin oldu. İstəyir qidasından tutmuş, yəni açıq etiraf eləyək ki, dünyanın harası olur olsun, bizim yeməklər heç bir yerdə yoxdur. İstəyir dadı olsun, istəyir tutum olsun falan da, heç bir şey. Almaq olsun, heç kəsi tanımırsan. Dükandan gedib adicə suyu almağı necə lazımdır, onu demirsən. Yəni rus dili olsa deyərsən heç, ingilis dili, Slovak dili tamamilə fərqli bir dildir. Bu yanı istəyir qalacağın yer olsun. Bir çox Azərbaycanlı işçi vizası ilə gəlirsə ilk başlarda yataqxanada qalır və yataqxanada uyğun bir şərait deyil. Çox çətin şərait. Çox çətindir. İstəyir yataqxanası olsun, qidası olsun falan. İlk başlarda o qədər sıfırdan gəlmişik ki,
bildiyin bunların kaserka deyirlər. Balaca yumru çörəkləri ilə, şokolatı ilə, yəni günü yola vermişik ki, Ya hətta o pulumuz kaserka olana qədər bundan dolanaq. ən ucuz çörəkləri kaserka çörəkləri idi. Hətta bizim o çörəklərə də düzü imkanımız çatmırdı. Toz çörəkləri burada çox ucuz var. Çox burada. ucuz idi. Yəni o vaxt biz gələndə 70-80 sent idi paçkası. Plitka şokolad deyirik də biz ona. O paket 60 sentə falan şokoladlarda deyirlər. 59, 55, 60 sent. Yəni bu Ya, civarlardaydı. o Yəni biz çətinliklə. o forma ilə Bəli. irəliləməyə O başlamışıq. çətinliklə, yəni çox çətin, yəni gələndə, yəni məsələn deyəndə həmişə mənim bir fikrim var. Başqa bir ölkə, təkcə Slovakiya yox da, ümumiyyətlə hansısa bir ölkəyə gəzsən, heç kim səni çamadan pulla və yaxud nə ilənsə qırmızı xalça ilə qarşılamır. Sən gəlirsənsə sıfırdan başlamalısan. Hətta Yəni, mənfidən. Minimum Hə, sıfırdan hətta mənfidən, başlamalısın. Yəni, sən o Çünki mənfisi çətinliyi var buna. görəcəksən. Hara qaçacaq yolu yoxdur, sən o çətinliyi mütləq yaşayacaqsan. Və belə deyək də, indi bəzi böyük ölkələr var ki, orada az sayda və yaxud da müəyyən sayda Azərbaycanlı var. Düşünürsən ki, hardasa birinə rast gələcəm. Ancaq Slovakiya belə deyək də, çox burada Azərbaycanlı yoxdur və Azərbaycanı belə deyək, burada tapmaq şansın da yəni çox belə deyək də, çox %1-dir. Bəli. Və hansı sahədə tapacaqsansa. Və belə deyək, bir insanın bəxtinə ki, təzə ərifədə tapasan, yoxsa belə deyək, bir müddət sonra mı tapasan, ya ona görə belə ümid olmursan kimsə bəlkə sənə kömək edəcəkdir. Yəni ona görə bəxt qəşəng vurğuladınız ki, burada qohum yox, əqrəba yox, qonşu yox, dost yox, ancaq özün nəsə belə deyək də, o çətinliklərdən belə deyək də, səbr edib davam İndirin etməlisən. özündə də çətinliklər, bir çox çətinlik. Hər dəfə adaptasiya olduqca daha bir çətinlik gəlir. Daha bir Ona yeni bir şeyə Ona adaptasiya olmağa adaptasiyasına çalışırsan. yenisi gəlir. Elə ən çox elə məsələn o yaşamaq, icazə, oturum kartının müddəti gəlir, o polisin terminini götürmək, ora düşmək, onun özünün məsələn ən azından stresi, onun özünün çətinliyi elə nəyə deyirsən bəs eləyir. Slovakiyaya gəlmək istəyən Azərbaycanlılara nə məsləhət verərdiniz? Buyurun. Deməli ilk öncə mən belə başlayım ki, Slovakiyaya sən nə məqsədlə gəlirsən, ən önəmlisi odur və axtarışın nədir? Yəni sənin burada sırf axtarışın puldursa, bu o deyil. Yəni odur necə bayaqçı suallarda vurğuladığım kimi, burada hər şey planlama üzrə gedir də. Yəni bu gələcəkdə bəlkə alınacaq bir şeydir. Yəni sırf mən gedirəm ora ilk vaxtlarda 1 ilə, 2 ilə mən böyük pullar qazanacağam. Yəni mənim fikrimcə, bəlkə də mən düz deməyə bilərəm. Yəni mənim gördüklərimə görə, bu 3 ilə yaxın ərzində gördüyümə görə pul məqsədi ilə gələn onu nəzərə almalıdır. Çünki zavodlarda işləyirsən ilk gələndə, sonra da yəni şirkət qurmaq üçün ya Azərbaycandan başvurmalısan, ya da ki, burada uzun bir zaman keçirməlisən də 2 il falan kimi. Bir söz əlavə edə bilərəm. Bəli, əlbəttə ki. Demək, nə yadıma düşdü? Burada deyək ki, tək fərdi şəxs özü gəlibdir, ailəli və yaxud da subay fərqi yoxdur. Əgər burada gəlir, sizdən üçün pul qazanmaq, yəni fabrik, zavodda gəlib işləyir, bunun belə deyək də, aylıq belə deyək də, nə deyirlər ona, xərci və kirayə və yaxud da ki, yataqxana onu deyim ki, burada artıq qiymətlər qalxdı, son ildə qiymətlər qalxdı. Çox qalxdı. Yəni uçub qiymətlər qalxıb demək. Əvvəl 220-230 avro idi. İndi isə 350-370-ə kimi bildiyimə görə qalxıbdı. Və o yataqxana hansı ərazidə yerləşirsə, o da təsir edir. Təsir edir düzdür. Zavoda Bayaq yaxındır, dediyim kirayə söhbəti Bəli, kimi. şəhərə yaxındırmı, o da biraz qiymətə təsir edir. Ümumi nəzərə alıb bilin ki, bura gələndə yataqxana xərcləri və ona görə tək gələn adama bir müddət ən az 3 ay, 6 ay yataqxana daha çox sərf edir. Nəyə görə? Orada belə deyək də 2 nəfər, 3 nəfər otaqlar olur. Zaten işə götürən, yəni zavod, fabrik və yaxud da agentura özü onu təmin edir. Sən amma hər millətdən haqqından çıxa da bilər. əmək haqqından avtomatik çıxır orada. Mən adətən belə qurulubdur və sizin otaq yoldaşınız yəni Azərbaycanda ola bilər, belə də başqa hər hansı millətdən də ola bilər. Yəni xarakteri tamam fərqli bir insan da ola bilər. Aciz Azərbaycan olsa belə siz gəlin burada tanıyırsınız. Yəni Azərbaycandan hamı bir-birini tanımır ki, yəni. Yəni buradakı həmin Azərbaycanlı düşünsün ki, mən ilk gələn ay ən az 3 ay, 6 ay ərzində mənim maaşım belə deyək də kirayə və yaxud da yataqxana xərcini çıxandan sonra hardasa orada təxmini 800-700 qalır. Yəni çünki 900 də qala bilər. Çünki gələn kimi məsələn deyirəm,
1600 müqavilədə yazılıbsa, o 1600 Almışam. sənə olmur, onun sənə təmiz qalanı 1300-dür. Və o gəldiyin aylarda 1300-ün özünü belə almırsan. Çünki belə deyək də sənin hələ stajın olmur. 3 ay, 6 aydan sonra bir də denəmə belə deyək də sınaq müddəti var. 3 aydır səhv etmirəmsə. 3 aydır. Ondan sonra sənin maaşında biraz artım olur. İstər rəsmi, istərsə də Və agentura sən ilk üzərindən. başda agentura ilə sansa, bu da təsir edir. Bu da təsir edir, bəli. Bir də yəni bilsin ki, məsələn, bax deyək ki, götürürük 1200, 1100 maaşla, bunun 300-ü, 350-si gedəcək sənin yataqxana. 200, 250 yenə deyirəm, maksimum 400-ə kimi baxır nə alır, nə yeyirsə, xərci ondan asılıdır. Bunun üçün geyim də daxildir. Orada sənə təmiz qalan 400-500 avrodur. Yəni qazanc qırağa qoyursansa, bu tək nəfərə aid, bir şəxsə aid. Burada həyat tərzi Azərbaycandakı ilə müqayisədə necədir? Cavab vermən davam edərəm. Mən deyərdim ki, fərqlilik çoxdur. Hətta hədsiz dərəcədə müqayisə olunacaq fərqlilik var. Elə gündəlik istifadə etdiyimiz nəqliyyatdan başlayacağam. Məsələn, bizdə Azərbaycanda necədir? Bakı kartını məsələn üstünə 1 manat 2 manat atırsan, bir avtobusdakı nə qədər adam var, hamısını keçirdə bilirsən. Burada elə bir şey yoxdur. Sən ya avtobus kartını almalısan, ya da xüsusi bölmələrdən biletlər almalısan ki, ondan yalnız sən istifadə edə bilərsən. Almasan, onun kontrol vaxtına düşsən ki, məsələn, bütün gün ərzində düşməyə də bilərsən, düşə də bilərsən. Bu şansdır. Və bu vaxtlandır. Vaxtlandır və heç kim də bilə bilməz ki, məsələn, həmin adam yoxlanış üçün gəlib. Avtobusa mülki formada biri girəcək, bir də gördün avtobus qapısını bağlayıb yola gedəndə deyəcək kontroldur. Mənim məsələn şəxsən başıma gəlib, gecə növbəsindən işə gəldim. Dünənki ayın tarixində mənim avtobus kartımı bitirdim. Mən bugün unutmuşam ayın tarixini. Avtobusda gedəndə gördüm kontroldur. Mən də heç nəyə fikir vermədən vermişəm kartı. Və adi mülki paltarda olurlar da, adi geyimdə olurlar. Tamamilə özdə isti havalar idi. Yəni heç bir futbolka falan belə bir şey geymişdi. Mən də dedim buyur. Mən də o kağızı heç vaxt atmıram ki, o növbəti ayın tarixini unutmayım, bilim. Kartı verdim yoxlanışa. Birdən kağıza gözüm sataşdı ki, tarix. Baxım tarixə ki, bir gün keçib. Dedim ay Allah. Ya 80 evrodur da, yəni nə olacaq? Cəriməsi 10-80 evrodur. İymiş. Hə. Məni düşürtdülər, gedək. Mən də dedim bəs müəyyən bir qədər heç bir gün keçməyib falan güzəşt eləyin dedilər. Yoxdur. Güzəşt ola bilər ki, yerində ödəniş eləyə bilərsiniz. Sonraya qalsa üstündən cərimə gəlir. Dedim yerində nə qədərdir? 100 evro. Hal-hazırda 100 evrodur cərimə. Aylıq 40 evroya qalxır. İctimai nəqliyyatda bəli. bilet almasa, yoxlanışda Cəriməsi 100 evrodur hal-hazırda. Yəni bu qalxa da bilər də növbəti aylara. Digər bir şey, məsələn, nəqliyyatdan istifadə edirsən, məsələn, bizdə Azərbaycan düşüncəsi, Azərbaycan mentaliteti necədir? Gördün ki, bir yaşlı dayı, yaşlı bir xanım kimsə minirsə, durub ona yer verirsən. Adətən yer veririk. Bəli. Burada bir çoxu ya əyləşmirlər, ya deyirlər ki, yəni mən elə bir yaşlı adam deyiləm də, yəni özlərini o səviyyədə qoymurlar. Yəni mən sağlamam, sən mənə yer verirsən. Məsələn, mən düşüncəmə görə baxanda 70-80 yaşı göstərən bir qadının velosiped sürdüyünü görmüşəm. Bəli, bəli. Və avtobus nəqliyyat yerində xüsusi yerlər var ki, orada ya əlillər, ya uşaqlar, ya da yaşlılar oturur. Bəli. O da mavi bir rəngdədir. Digər əyləşəcək yerlər qırmızı avtobusda belə rəngdədir. deyək də, onun üçün belə deyək də, bir düymələr də var. Düymələr də var. Məsələn, sürücü gəlir özü açır o, məsələn, təkər, əlillər üçün olan yeri ondan keçirlər. Məsələn, avtobusun düyməsini vurmasan, dayanacağa yaxınlaşsa öldürsən də qapını açmayacaq. Yəni dayanacaqda minən şəxs yoxdur, ya da düşən yoxdur. Bəli. Birbaşa sürüb gedir. Mütləq sən onu bildirməlisən o düymə vasitəsilə ona. Yəni heç bir vasitə ilə sən sürücü ilə çox nadir hallarda ünsiyyət qura bilirsən. Ünsiyyət demək ki, sıfır kontaktdır. Sıfırdır, bəli. Çünki sürücü kabinetində oturur. Bəli, o da şübhəli bağlıdır. Həyat xanım, zəhmət olmasa siz də bura gəlmək istəyən, siz tək xanım Azərbaycanlı, istəyir ailəli olaraq, xanım olaraq, bəli. Haqda zəhmət olmasa danışın. Mən ilk öncə onu deyim ki, fərq yox, həm kişisi olsun, həm qadın olsun, başqa bir ölkəyə gedir, sıfırdan həyat başlayırsa, məsləhətim olardı ki, hər şeyə hazırlıqlı olsun. Hər şeyə. Oğurluq da başına gələ bilər, təcrübəsizlik də başına gələ bilər, yolda da qala bilər, pis adamlarla qarşılaşa bilər. Yəni bu hər şeylə qarşılaşa bilər. Öz ölkəndə də qarşılaşırsan bununla. Sadəcə orada dil bildiyin üçün, polis tanıdığın üçün rahat olur sənin üçün. Burada amma çox çətin olur. O ki qaldı digərinə, qadınlar üçün də
ən xırdasından deyim, salon işlərindən tutmuş, ev işlərinə qədər fərqlidir. Yəni ev gündəlik işləri Azərbaycanda kimi ola bilər, o heç. Amma məsələn, uşağı məktəbə aparmaq olsun, falan olsun, burada nəzarət lazımdır. Çünki burada uşaq valideyn nəzarətindən qala bilməz kənarda. Burada Ən az bir valideyn aparıb gətirməlidir. Mənim eşitdiyim, bildiyim, aldığım məlumata görə bunların Avropanın qanun dəyərlərinə görə birinci yerdə uşaqlardır. Onlar ona dəyər verirlər. İkinci yerdə səhv eləmirəmsə qadınlardır. 3də kişilərdir, 4də heyvanlardır, yoxsa yerləri belə səhvdir. Bir də heyvanlardır, mən səhv eləmirəmsə. Yox, bir də uşaqlardır, mən səhv bildiyimə görə. Həyat xanım kişilərdən əvvəl heyvanlar demək istəyir. Yəni birinci yerdə, yəni onu demək istəyirəm ki, yəni bizim düşüncəyə görə uşağın öhdəçiliyi qadınlar. Mən istəyərdim hətta masanı desinlər, stol falan, əşyaları desinlər, sonra kişilərə növbət çatsa deyərik. Düşüncəsinə görə uşağın bütün səlahiyyəti valideynlərin, ananın üstündə olduğu üçün, yəni onlara nəzarət edirlər. İstəyir məktəbə getdi, gəldi, istəyir tək gedib gələnlər var, amma valideyn nəzarəti olur. Yəni təhsil sistemləri də tamam ayrı bir mövzudur. Onun özü də bir dərinlikdədir. Bunu siz məndən də yaxşı bilərsiniz. Amma yəni bir qadın olaraq, yəni burada belə deyək də, gender bərabərliyi var deyə, qadın-kişi bərabərliyi var deyə mən tamamilə durub fərqli bir baxışdan deyə bilməyəcəm. Yəni qadın da bura gəldisə, o da kişi kimi əlini daşın altına salmalıdır. Hardasa işləməlidir. Hardasa o da mütləq işləməlidir. Suallardan biri yəqin sizə də zamanında sual verilir ki, mən sənə deyirəm, həyat yoldaşı və ya digər şəxslə yəni işləyirmi? Bu adətən bir iş kollektivində olur, belə deyək də, yəni eyni özlərində də çünki elədir, öz vətəndaş da eyni işləyirlər. Eyni məsələn, həyat yoldaşları eyni yerdə işləməyə də bilərlər, ayrı yerdə də işləyə bilərlər, növbə fərqləri də ola bilər, məsələn, bizdə də hal-hazırda elə olur. Yəni ölkə sistemi burada elə qurulub ki, yəni qadınlar da burada həm işləsin, ailəsinə dəstək olsun. Və belə deyək də, bir növ məcburi gəlir ki, yəni bəli, mütləqdir. Yəni o düşüncə bizdəki kimi düşüncə yoxdur da. Mən evimin xanımı olum, oturum evimdə, belə onda kişinin üstünə çox məsuliyyət düşəcək. Evin kirayəsi bahadır, uşaqların təhsil haqqları, geyimi, qidası falan. Plus da evdə oturan hər kəsin uşaqlardan tutmuş evdəki qadına qədər vergisi ödənməlidir bu ölkədə. Sağlıq vergisi olsun, belə necə deyim, gəlir vergisi olsun, aylıq elə bizim mobil operatoru və yaxud da yol xərcini hesablayanda gəlir. Onların özləri belə hara gəlir çıxır. Yəni Avropa deyiləndə, yəni heç kim düşünməsin ki, mən ora getdim, varlı olacam. Mənim bu düşüncəm var. Mən Türkiyədə, biz Türkiyədə də yaşamışıq. İstəyir Türkiyə olsun, istəyir Avropa olsun, istəyir Azərbaycan. Hər ölkənin qazancı o ölkənin içində yaxşı yaşamaq üçün keçərlidir. Həyat xanım, mən indi bir şey əlavə edim. Bura gələn, hazırlaşan, fərqi yoxdur, Slovakiya, Polşa və ya digər ölkələrə gəlmək istəyən Azərbaycanlılar çox vacibdir ki, bir ixtisas öyrənib gəlsinlər. Bu əl qabiliyyəti də ola bilər, digər bir bacarıq da ola bilər. Bəli, xüsusən qadınlar məsələn salon işləri olsun, kosmetik işləri olsun. Məsələn deyək ki, hər hansı bir də xarici dil bilirsə, onun özü belə plusdur da. Evdən ki, məsələn onlayn da olsa təhsil verə bilər. Yəni bu sizin üçün əlavə pluslar olur da, qazanclar əldə etmək üçün. Deyir bacarına can qurban. Bax belə bir şey. Sertifikatın falan varsa, əlində güclü bir sənət öyrənib gəlsinlər. Əlbəttə kişilər o zaman da dil bilirsənsə, əlində də işin var, o sənin üçün daha bir üstünlük olacaq. Yəni çünki heç bir sənətin ya heç bir peşənin sənətin, nəsə də əlində bir şey yoxdursa, sən getdiyin ölkədə zaten istər Avropaya getmə, yəni başqa ölkəyə gedib minimum əmək haqqı alacaqsansa, heç yerə həqiqətən getməyə dəyməz. Görəsən ki, o peşə lazımdır. Amma bir də Avropanın bir dənə şeyi var da, yəni hər şeyin də bir dənə də üstün gözəl cəhətlərindən biri var ki, sən burada qanuni yaşayıb karta sahibsənsə, neçə dənə ölkədirsə, ora vizasız, nə bilim, kontrol ola bilər də, yəni sərhəd kontrol, o heç vizasız falan rahat gedib gəzə bilirsən. İstəyir Hollandiyası olsun, istəyir Çexiyası olsun, Almaniyası olsun, Parizi olsun, yəni rahat gəzə bilirsən. Bir də yəni bir də Avropanın istənilən
bölgə ölkəsini? 20 neçə 27, ölkə 28 də 27 27 belə bir nəsə ölkəsi belə var bir ki, şeydir. sənin əlindəki oturum kartın keçərli bir müddəti varsa, yəni kimsə səni peçatmı, viza mı, nəsə bu şeylərə görə narahat eləmir. Rahat istədiyin ölkələri gedib gəzə bilirsən, qala bilirsən. Amma yenə deyirəm, turist olaraq. Yəni mən burada gəldim Slovakiyanın oturumunu aldım, gedim digər ölkədə qaçaq işləyim falan elə bir şey yoxdur. Maksimum Tutsalar 3 ay, deport. maksimum 3 ay yaşaya Yəni, bilirsən, deport o ola da yəni bilirsən. polisə xəbər verməlisən. Yəni bunu açığı ilə danışmaq lazım. Sonra nə Slovakiyanı qınayaq, nə hansı Azərbaycanlını qınayaq. Yəni belə deyim də sizə, bunu Həyat xanım da çox qəşəng vurğuladı, siz də qəşəng vurğuladınız. Belə deyək, sualı biraz da netləşdirim də zəhmət. Slovak dili ümumiyyətlə də azdan çoxdan hamı biraz da az olar, biraz çox bilər. İngilis dilini biraz sözlər eşitmişik, yəni biraz bilirik, şablon sözlər olsa belə. Zaten türk dili Azərbaycan dilinə yaxın dildir. Rus dilində Azərbaycan türkünə ən az bir 20-30% belə deyək də kütlə bilir. Və yaxud da azdan çox başa düşür. Və Slovak dili necə? 3 ilə yaxındır burada yaşayırsınız da, yəni necə çətin dildirmi? Məsələn, bizə baxan izləyici, bura gəlmək istəyən insanlar, ailə və yaxud da tək bir şəxs Slovak dili onun üçün necədir? Çətindir. Mən deyərdim. Məsələn, mən öz düşüncəmlə deyərdim çətindir. Niyə? Tələffüzləri, məsələn, adi bir yəni nümunə deyim, misal deyim. Məsələn, bizdə ç hərfi var, c var, ç yoxdur. Amma bunlarda bəzi sözlər var ki, o ç-nı vurğulamalısan və o bizə çətin gəlir. Yəni o hərfin adicə hərfin özü olsun. Məsələn, danışma sürətli elə uzun sözləri var ki, onu özləri yerli cəmaət məsələn bunlarda tələffüz edir. Məsələn, üpsilon deyilən bir qrammatik hərfləri var. Epsilon, məsələn, onun özü belə məsələn, o qədər qrammatik dərəcəyə getsək, hədsiz dərəcədə çətindir. Yox, əgər məni ifadə edəcək qədər bilsən, yəni bunu günlük 1 ilə falan məsələn insan beyninə qoysa, onu öyrənəcək. Yəni məqsədindən çox şey asılıdır. Bir də məsəl üçün bu Slovak dili Slavyan dilləri qrupuna aid olsa da, bunlar uzun müddət Avstriya, Macarıstan imperiyasının tərkibində yaşadıqlarına görə yox, nə demək istəyirəm? Alman dilinin qrammatikasına nisbilik gəlibdir. Yəni keçid olubdur. Bu həm Slavyan dili ilə Slavyan dilinin çətinliyi nisbətən də Alman dilinin təsiri ilə fərqli bir şey əmələ gəlibdir. Məsəl üçün qısa bir misal deyim. Deyək ki, bunlar Almanlarda bir einsdir, bunlarda bir jedna. Asan demək istəyəndə Slovak dilində jedna duh olur, Alman dilində einfach olur da. Yəni hardan baxsan bir oxşarlıq tapmaq olar onların təsiri altında yaşadıqlarına görə. İzləyicilərə bir belə deyək də məlumat da verim. Slovakiya belə deyək də xristian ölkəsi sayılır, yəni din baxımından. Ancaq burada dini yəni mən belə deyək arşivçi yəni görməmişəm. Yox. Və əlavə bura xristian katolik ölkə sayılır. Adətən katolik çoxluq olaraq katolik yəni inancına sahibdilər. Demək buranın insanları zaten belə qarşındakı insanı belə deyək də görsə ki, müsəlman və ya da digər millətin nümayəndələrinə çox hörmətlə yanaşırlar da. Tolerantlıq mən burada da görürəm. Və əlavə burada Slovakların yaşayış tərzini Həyat xanım yaxşı vurğuladı. İndi ona Həyat xanıma sual verəcəm onu. Daha çox söz verəcəm. Demək buradakı insanların həyat tərzi yenə deyirəm dini yerlərə girmirəm, yəni ancaq yaşayış tərzləri belə deyək də çox belə dinlə götürsək, yəni sanki müsəlman kimi, yəni yaşayış tərzləri alicənab, gözəl mədəni, eləsi var, yəni sözün açıq içki belə içmir. Var. İçki siqaret içmir. belə çəkməyənlər var. Yəni siqaret belə çəkmir. Belə yəni mən şəxsən baxıram bəzi şeyləri özümə örnək götürürəm onlardan, yəni. Var. Siz bir məsəl var, sözüm pis də çıxsa, yəni özümüz idi. O məsəl ataların bir sözü meşə çaqqalsız olma söhbəti. Hər yerin pisi, yaxşısı var. Yəni amma açıq etiraf edək. Burada oturmuşuq deyə demirik və yaxud da ki, hansı bir ölkəni pisləmirik, qəti əstəğfurullah. Deyir, əslini danan haramzadadır. Mənim Azərbaycandır vətənim və orada mənim həmişə vətənim olacaq. Amma belə açıq danışsaq, yəni həqiqətən %80% çox yaxşı insanlardılar.
Məsələn, sənin yolda bir balaca musiqi sümüyü düşər oynayarsan, onlar sənin üzvə təbəssümlə baxarlar ki, necə xoş qarşılayarlar ki, pozitiv insandır. və Qarşındakı yaxud nə. insan pozitiv, xoşbəxt insan Ay, görəndə sağ ol, enerji- ona ay, sağ qoşulurlar. ol, düzdür. Belə bir şey. Yəni istəyir məsələn din olsun, sənin dinin müsəlmansa və yaxud nədirsə, onlar onun öyrənməyə çalışarlar ki, sizdə müsəlman deyil, nə var, nə yox, nə olar, nə olmaz. Qınamazlar ki, hə, sən busan, sən olsan falan. Məsələn, belə bir şey əlavə eləyim. Sən də biz yolla gedəndə mən bir yoğurt içdim. Yoğurtu tam dulladım, getdi zibil qabına düşdü. Slovaklar hətta onu alqışlamağa saldılar, başladılar ki, o dobre, super. Amma məsəl üçün bu əslində qınanlası bir hadisə idi. 3-cü ildir ki, burada yaşayırsınız da. Sizi bura ən çox xoş gələn, pozitiv, sizi burada qalmağa belə deyək də, sözün yaxşımasına vadar edən nədir ki, siz 3 ildir burada yaşayırsınız və düşünürmüsünüz ki, yəni gələcəkdə başqa ölkəyə köçəsiniz? Orada varmış. Sərbəst. Məndə mikrofon yoxdur deyə mən ya sağa sola hər yerə hücum eləyirəm. Gəlmə mikrofon ala bilmirəm. Burada deməli əsas məni cəlb eləyən birinci növbədə təbiətidir. Nisbətən bizim bəzi bölgələrə, xüsusən də Qəbələ İsmailli bölgələrinə və ya Təbiəti oxşardır. oxşardır. Niyə oxşardır? Çünki hər iki bölgə, bizim bölgə ya bura deyək ki, bura yerləşir. Qafqaz bölgəsi, Qafqaz dağı. Bəli, bizdə Qafqaz dağlarında yerləşdiyimiz kimi, bunlarda Karpat dağlarında yerləşir və hər iki dağ aiddir Alp-Himalay Alp-Himalay geoloji bölməsinə aiddir. Ona görə təbiətində nisbətən oxşarlıq vardır. Bir də Bizim dağ rayonlara da oxşar. bəli, bizim dağ rayonlara, xüsusən Qusar, Qəbələ, İsmailli bölgələrinə çox oxşayırlar. Öz tanıdıqlarından deyim də, Gölcə rayonu demək olar. Daşkəsən. Bəli, indi mən ona gətirəcəm. Bu Gölcə Şəmkir bölgəsi, məsələn, Karpat dağlarında Slovakiya ərazisinə düşən Tatra ilə Fatra dağlarıdır da. Deyək ki, Tatra dağlarında sən Qəbələ kimi şəlalələr görə bilərsən. Yəni belə müthiş, möhtəşəm gözəlliklər görə bilərsən. Amma Fatra ərazisində bu bizdəki Jilinadır, Trençindir. Yəqin ki, bəli, burada Azərbaycandan daha çox olduqları bölgələrdəndir. Bunlar Göygöl, Şəmkir bölgələri kimi düzənliklərdir. Amma çox möhtəşəm də. Azərbaycan üçün darıxmırsınız. Bəli, darıxmırsınız. Həm də ki, Karpat dağları da Qafqaz dağlarının bir üst leveli səviyyəsində, yəni biraz böyük olduğu üçün burada biraz gözəllik daha çoxdur. Yaşıllığı falan. Yaşıllığı. Yəni mənim ən çox burada havası necə deyim? Yəni mənə görə çox yaxşıdır. Mən burada deyərdim ki, 4 fəslin 4-ündə burada rahat yaşaya bilirsiniz. Rahat yaşaya bilirsiniz. Payız payızdır, yaz yazdır, yay, bir də qışı. Yəni hal-hazırda payız fəslidir də. Məsələn, bildiyin sarı, gördüyün o sarı ağacdan tökülən yarpaqların olsun, yağışım olsun, gün çıxmaq olsun. Bildiyin doya-doya o canlı 3D formasını yaşayırsan. Amma 10 mən gündə olsa belə, məsələn, onu yaşayırsan. Bəli. İndi mən Hüseyn müəllim kimi, Hüseyn kimi belə coğrafi tərəflərinə keçib dərinliyini deyə bilməyəcəm. Maşallah elə bir coğrafi müəllimidir. Məsələn, mən də bu tərəfindən deyə bilərəm ki, Slovakiya, yəni bir çox Avropa ölkələri insana birinci yerdə səbr eləməyi öyrədir. Burada məsələn adicə işıqfor, svetofordan keçəndə oradakı o dəqiqə var. Lap təzə gələndə deyirdin ki, ayla bu 60 saniyə, nə bilim bu, nə bilim neçə saniyə, nə qədər keçir. İndi artıq o sənə o qədər sürətli keçir ki, görsən yaşıl yanır, keçirsən. Bu olsun. Məsələn, bankomatın önündə Azərbaycanda bizdə necədir? Növbəni, yəni bilmirsən də kimin kartı girdi ora, sən və kimin kodunu yazsan. Burada ara məsafəsi var. Yəni 2 dənə adam keçər oradan. Yəni həqiqətən də keçir də. Yəni yolda baxsan adam keçir. Ara məsafəsi qoyurlar. Yenə deyirəm, mən bunu hansı ölkəni qaldırıb və hansı ölkəni pisləmək mənasında demirəm, olanı deyirəm. Bunlar var. Yəni bu cəhətdən yaxşıdırlar. Nə bilim, yenə deyirəm, təbiəti çox gözəldir. Yəni bir dənə mənə yaxşı gəlməyəni, mən bir yemək sevən adam olaraq Azərbaycanın yeməkləri üçün çox darıxıram. Digər belə bir şey üçün, çünki darıxmaq deyəndə necədir? Mən 70 saatlıq yolda uzaqda qalmırıq ki, pulun varsa bileti alırsan, gedirsən. Yəni maksimum sənin 12 saatin yola getsin. Sən Bakıdasan. Çox şükür təyyarələr var,
bilet almaq olur, hər şeyimiz var. Ona görə deyirəm qanuni yolla gəlmək daha yaxşıdır. Rahat gedirsən. Əziz izləyicilər, Həyat xanım belə də Azərbaycan mətbəxindən yada salmışsan. Deyim ki, burada mənim harca bir çəkişim də var o haqqda. İndi videoda yəqin ki izləyirsiniz. Burada belə deyək də videoda aşağı hissəsində mən onu göstərəcəm. Burada türk mətbəxi var. Hansı mən özüm gəlib çəkik etmişəm. Həqiqətən gəlib mətbəxində olmuşam. Yəni icazə almışam, çəkik etmişəm. Bir də burada Azərbaycan belə deyək də dönər yeri var. O da biraz Azərbaycan variantı yerlər hazırlayır. Olmuşam, dadı çox xoşuma gəldi. İndi çalışacağıq hər ikisi. İndi zaman baxımından ayıraraq görə hansı olsa təklif edərəm ki, gedən orada bir dənə sizdən təklif edəyim. Çox maraqlı idi yəni əslində. Yəni bir İstərsiniz siz də? əlbəttə ki, Maraqlı olar. Yoxlamaq olar. dadı xatırlamaq lazımdır. Yəni mən də belə deyək də burada uzun müddət yemək dadını axtaran insanlardan biriyəm. Azərbaycan mətbəxi gələndə belə də susuruq yəni. Hə, düzdür. O bizim üçün belə deyək də. Düzdür. Onda sizə belə deyək, növbəti çəkilişi elə buradan da izləyicilərə də deyirəm. Part 2-ni istəyirsinizsə bu videoya yaxşı baxış, like, bəyəni, rəy falan yazın. Bunun part 2-sini bizdən gəlsin. Məsələn biz burada nə yoxlayırıq? Çin mətbəxini, deyək, Koreya mətbəxini. Biz yoxlamırıq, şeyin yoxlayırıq. Yəni Bunu belə alt yazı keçir, qurbağa falan. Sen Asiya mətbəxini Bəli. yoxlayırsan. bəli, yəni Vyetnam mətbəxini falan niyə yoxlayırıq əslində? Bambuk supundan Onlardan hansını ən çox bambuk supu ilə qurbağaya qədər. Yəni burada əslində Sən xoşlayırsan, marağı yeyirsən. yox, marağa yeyirəm. Mən insan bambuku Biz niyə narahat olurduq. bir insan yəni bambuku niyə yesin ki? Mən panda deyiləm ki. Ya sadəcə bir Şübhələnir. dadı Dadın yeməsi pişirilmiş bambuk. Hə, bir gün supun içində bambuk belə baxırsan ilk baxışdan spagetti oxşur, amma bu bambukdular. Sən Həyat xanımın yeməklərini qoyub bambuk supu istəyirsən. Və onları yeyəndən sonra mən artıq buna yemək bişirmirəm. Yet qurbağan, o qurbağa da sən. Yəni sadəcə dad axtarışıdır. Öz mətbəximin dadı, bəli. Əslində fərqli dadmaq istəmirsən. Sadəcə lazım olan dadı tapa bilmirsən deyə yoxlayırsan. Məcbur onsuz da sən xoş olmayan bir dadı yoxlayacaqsan. Nə isə yoxlayacaqsan. Əgər gəzmək. Bir çox insanlar düşünür ki, Slovakiya əslində sıxıcı yerdir. Yəni Slovakiya niyə sıxıcı yerdir? Əslində insanlar sosiallaşmırlar bizim kimi. Bundan sosial anlayışı fərqlidir. Amma yəni ailəsindən bəli. Amma yəni sən də daha çox təbiət qoynunda gəzməyi sevirsənsə, bayaq dediyim kimi, məsəl üçün Zvolen, Banska Bystrica, Slovenski Ray, bu tip yerləri gedib gəzmək, yəni şəlalələr falan gəzəcəksənsə, əslində Slovakiya o qədər də sıxıcı yer deyil. Hətta mən deyərdim çox möhtəşəm yerdir. Zaten möhtəşəmliyini bayaq təbiəti mənim çox xoşuma. Bəli. Havası da mənə görə çox təmizdir. İzah eləmişdim möhtəşəmliyini bayaq zaten. Havası çox təmizdir. Və mənim belə deyək də indi sözünüzə bir dəstək olaraq deyim ki, mən olduğum şəhərlər burada Bratislavadan başqa Trnava və Nitra şəhərləridir. Təsəvvür gətirin, Nitra şəhərində də eyni Bratislava kimi çay keçir. Çayın adı yadımdan çıxır, sözünü açıq nədir. İndi təşkildən sonra coğrafi olaraq at yazdı bəlkə qeyd edərəm. Çox sakit və çox yaşıllıqdır. Trnava da xoşuma. Trnava mən Azərbaycanın hansı rayonunu deyim sizə ora oxşadı? Göl bölgələrinə oxşuyur. Çünki düzənlidir. Keçmiş Xanlar indiki Göl rayonuna oxşuyur. Bir də biraz Şəmkir rayonunun mərkəzinə daha çox oxşuyur. Elə bir ki, belə deyək bir mix oxşa bilirdi. Bəlkə də indi onu görmüşük də ora oxşadırıq da. Bəlkə fərqli yerlər görsək. Yox, bizdə də Şəmkir Göl bölgəsi düzənlidir deyə. Zaten bunun yerləşdiyi bölgədə Fatra dağlarda düzənlidir deyə. Mən sadəcə ora oxşadıram. Biz regiona, bölgələrə bölmürük. Yəni özdə belə deyək, qəribsilikdəyik. Uzaq ölkədə hamımız Azərbaycanlıyıq. Amma belə deyək də hərənin biz doğulduğu, böyüdüyü, başa Klasik çatdıq Azərbaycan sualı. Bəli, bundan keçməmiş olmaz. Belə deyək də ayrı-ayrı soruşun. Və hansı bölgə, hansı rayondan, hansı şəhərdənsiz?
özü desə. Naxçıvandan, mən Naxçıvandan. Hə da bə. Hə, Mən də bəli, 7 il bəli. ailə qurduğuma görə mən də avtomatik Naxçıvan. Naxçıvanlı. Adətən tərsinə deyirlər. Deyirlər ki, yezdə Ailə olur qurduğunda Naxçıvan. olur, Sansıra həyat olmazsa? yoldaşı olur. Mən əslində mənim valideynlərim belə deyim, nənəm, baba tərəfi onlar Qarabağdandılar. Qarabağ. Amma mən belə istəyir valideynlərim istəyir mən doğma böyümə Bakıdanıq. Ona görə də belə bir ortaya qarışıq bir menü Bakıda çıxır. böyümüsünüz, Bakıda Bakıda oxumusunuz. istəyir valideynlərim istəyir mən belə bir şeydir. Yəni mən sırf demirəm Bakılıyam. Nə də sırf hansısa bir bölgədəyəm. Mən heç bir bölgəni görməmişəm doğru düzgün. Ona görə ortaya bir qarışıq bir şey çıxır. Ona görə də Bakı və Naxçıvan. Naxçıvan. Naxçıvan harasından? Hə, valla Biraz da dərinə getdik, elə bir şey. hə biraz çox Demirəm dərin amma. Qohum çıxmayacaq, narahat olma. Naxçıvan bildiyimə görə 4 ya 5 rayondan ibarətdir. Şərur, Tulfa, 7 rayon, 5 Babək. şəhərdən ibarətdir. 7 rayon? 7 rayon, 5 şəhərdən Üzr sayın, hə. ibarətdir. Mən yəni rayon yerindənəm zaten. hansı Tulfa, Babəkdə. Babək rayonundan. Babək rayonu. Çox gözəl. Buradan bu arada ümumi Azərbaycana, Bəli. xüsusən də indi o bölgədən olduğu üçün Naxçıvana, Babək rayonuna Zaten xəritədə də ayrı-ayrı düşdüyünə görə ayrı-ayrı salam göndərmək olar. hə, Bəli, olur, Naxçıvan olur. Muxtar Rayon Respublikasına, olarak Azərbaycan deyirik. Bəli, ikisi də Respublikasına. Respublika. Yox, ardıcılığa bax, Azərbaycan Respublikasına, sonra Naxçıvan Muxtar Respublikasına Slovakiya Respublikasına, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasına salamlar. salamlarla belə. Və Bakı şəhərimizə. Bəli. Orada Bəli. böyümüsünüz. Bakının, Azərbaycanın gözü Bakı şəhəri. Gözü Bakı şəhəri. Razıyam. Bakıya salamlar. Abunə Bəli. olsunlar da. Salamlar yəni. hər kəsə. Hər kəs abunə. Naxçıvanlara da abunə olsun da. Bütün O Azərbaycan kedin abunə olar. Yox, Naxçıvan ləhcəsində bir şey deyək bir dənə. Hər bölgəmizin ləhcəsi şirindir. Bəli. əzizdir. Amma Naxçıvanı biraz Bir dənə Naxçıvanlı sansa qardaş, bir dənə o ləhcədən nəsə deməlisən. Sübut elə Naxçıvanlı O olduğunu. təsəncə şəkili var, Yəni, şəkil ləhcəsi heç nə hansı, demir. hansı bölgədən olduğunu bir ləhcə ilə, bir sözlə ifadə elə. Like etməyə bir dənə də zəhmət olmasın. Deməli bizim hər bölgəmiz yəni bizə əzizdir. Elə bil ki, nətəri? Biz Azərbaycanı bölgələrə Orada götürüm, orada da ləhcəni nəsə deyirlər. yox, mən ləhcə ilə danışmağı ümumiyyətlə xoşlamıram. Yəni bu elə bil ki, nətəri? Donqeli kimi hiss eləyirəm də özümü. Ona görə bəli, bundan sonra like eləyin, abunə olun. Hər kəsə təşəkkür edirəm. Bax, belə deyək də, sizlə müsahibə etmək, müsahibə deməyək belə də, səmimi söhbət deyək də, bu belə deyək, Slovakiya haqqında. Həqiqətən mən özümə də həm xoş olur da, xoşdur. Çünki insan var ki, biraz yorula bilər də, istəyir çəkiş olsun, olsun. İndi bəzi çəkişlər olur ki, biz onu belə deyək də, YouTube-a eləmirik, çünki mən fasilə danışıqlar edirik. İndi məlumdur ki, biz çəkişi mənim yerdə dayandırıq, sonra yenə çəkiş edirik. Yəni bir dəfə çəkiş olmur, bu aydın məsələdir. Amma çəkiş arxası bizim söhbətlərimiz olur. Yəni həqiqətən çox maraqlı insanlardır, çox gözəl insanlardır. Onları bəlkə YouTube-a qoysaq o daha bir komedik janr olar. O ayrıca bir video var həqiqətən. Yəni bunu ayrıca belə deyək də, indi izləyən, axıra kimi izləyən olsa, belə deyək. İndi montajda bu belə deyək də o var hamısı əlavə olunacaqdır, bu səmimiyyət. Yəni çox həqiqətən maraqlı, gözəl insanlarsınız. Yəni təşəkkür edirəm ki, belə deyək də bu dəvətimi həqiqətən qəbul edəsiniz və mənə yorulmuram mən sözünü açıq. Yəni belə deyək də kameranın o bateriya hissəsi belə deyək də və mən sizə belə deyək saatlarla çəkiş edərəm. Yəni Təşəkkür edirəm. Biz də sənə təşəkkür edirik ki, sən də bizi belə bu mövzu çərçivəsində müsahibə alırsan. Biz artıq bir kimsə populyar yararlanır. avtoqraf almaq istəyənləri gözləyirəm. TikTokda takip Bəli. atın. Like eləmə. olun. Canlı açmağını istəyirsinizsə mənə tez-tez hədiyyələr. Yox, danışığımızda oldu. O da şey dediniz ki, repost edirəm mən. Nətər dedim onu? Repost eləməlidir. Məsələn mən TikTokda görürəm ki, bu arada bunu xatırladım, belə haşiyədən kənara çıxım. Məsələn TikTokda bir video paylaşımda görürəm, ana səhifə tutmur, tezcə şeyindən yapışıram. Gəzənlə video çəkib, bunu tağ edirəm, bu repost eləyir. Bilmirəm necə olur. Bunun üzündə ilahi nur mu var, nə var mı? Maraqlı hobbi kimi. Aysa komedik janrda mən hələ ki sənin səviyyəndə, sən deyirəm, yəni yaşlı sənin səviyyəndə mən bu boyda belə videolar çəkmirəm. Maşallah Allah həvəsini, bəhrəsini görməyə qismət eləsin sənə inşallah.
axarıncı olsun axırıncı. Çəkilişdə bateriya texniki problemə görə məcbur belə deyək də. Biraz sonra çəkiliş edə bildik. Düşünürəm ki, bu çəkilişimiz belə deyək də, müsahibəmiz Azərbaycanlılar üçün çox faydalı olacaqdır və sağollaşıram sizlə. Ümid eləyirəm ki, faydalı olar, yararlana bilərlər. Biraz sıxıcı olmadıq, ümid eləyirəm. Danışıqlar yəqin ki, faydalı bir şey olar. Ümid eləyirəm, aha. Hər zaman işə yaramasa da, yəni bir yerdə kiminsə işinə mütləq ki yarayacaq. Yəni buna kəsinliklə mən əminəm. Bəli. Və Kanalı artıq izləməyi, abunə olmağı unutmayın. Like edin, abunə olun. sağ olun, kanala Hələlik. abunə olun. Hələlik. Növbəti görüşlərdə, çəkilişlərdə görüşənə qədər. Sağ olun. Sağ olun.